Salam, hörmətli televiziya tamaşaçıları. Verilişimizin bugünkü qonağı filologiya üzrə fəlsəfə doktoru Natəvan xanım Dəmirçioğlu. İstərdim ki, özünüz haqqında məlumat verərdiniz. Doğrusu özüm haqqında məlumat vermək biraz çətindir mənim üçün. Baxmayaraq ki, mən bir çox sahələrdə fəaliyyət göstərirəm. Ancaq özü haqqında danışmaq həddindən artıq çox çətin və məsuliyyətli bir məsələdir. İndi siz məni yazıcı kimi təqdim etdiniz, tamamilə də doğru elədiniz. Çünki mən əsas uğurlarımı yazıcı kimi qazanmışam. Əsas nailiyyətlərim elə yazıcı kimi olub. Təsəvvür edirəm, mən yazıcı kimi dünyanın bir çox ölkələrində nəşr olunmuşam. Məsələn, Rusiyada nəşr olunmuşam. Kniga Pervaya adlı bir kitabım çıxıb Moskvada. 6 əsərdən ibarət bir kitab idi. 3 hekayə və 3 povest. Rus dilində çıxıb və Moskvanın Filinta nəşriyyatı. Orada çox nüfuzlu bir nəşriyyatdır. Sonra Türkiyədə mənim əsərim, bir əsərimdən gözəl bir kitab çıxartmışdılar, Yetim əsərindən. Və o əsər də mənim üçün çox böyük bir fakt olmuşdu və hətta mənə dedilər ki, siz yeganə və birinci Azərbaycan müəllifisiniz ki, sizin əsəriniz Türkiyədə ölmədən öncə oxumanız gərəkən 1001 kitabdan biri seriyasına və 2014-cü ilin ən iyi 50 romanından biri nominasiyasını qazanıb. Yəni, bu mənim üçün çox böyük nailiyyət idi. Sonra mənim İranda kitabım çıxdı fars dilində, daha doğrusu əsərlərim çıxdı, 2 əsərim, 3 nöqtə və səbət povestlərim fars dilində nəşr olundu. Əli Pəyam adlı bir tərcüməçi onu fars dilinə tərcümə eləmişdi. Onun ardınca Özbəkistanda, bu yaxınlarda elə ötən il Tataristanda mənim hekayələrim çıxdı. Yəni, bunlar mənim üçün nailiyyətdir və ilk dəfə mən mükafatı da elə yazıçılıqla almışam. Təsəvvür edirəm, mənim ən böyük sevincim 99-cu ildə Ulu Öndər Heydər Əliyevin gənc yazıçılara, gənc şairlərə verdiyi bir illik təqaüdə mən layiq görülmüşəm. Mən o siyahıda adımı gördüyüm həyəcan hər dəfə mənim yadıma düşür. Və 2010-cu ildə mən eyni bir illik yazıçılara verilən təqaüdü cənab prezident İlham Əliyevin imzasıyla aldım və bu da mənim üçün böyük bir nailiyyətdir. Yəni, mən yenə deyirəm, uğurlarımı daha çox yazıçılıqla qazanmışam. Amma ixtisas etibarından, təhsilim etibarından Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumuşam 84-89-cu illərdə və elə oranı qutarandan Respublika Radiosunda o vaxtı Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi adlanırdı. Respublika Radiosunda demək, müxbir, redaktor, böyük redaktor, ondan sonra Beynəlxalq Radioya mən təyin olundum. Güney Azərbaycana Verilişlər Redaksiyasının şöbə müdürü və 2020-ci ildən sonra, zəfərimizdən sonra mən demək, Azərbaycan Beynəlxalq Radiosunun proqram direktorunun müavini və sonra da proqram rəisi oldum. Demək, bu nailiyyətlərim də mənim jurnalistika ilə bağlıdır və demək, qurtardığım ildən bu günə qədər fasiləsiz və professiyamı dəyişmədən, yəni işimi dəyişmədən ancaq jurnalistika sahəsində çalışıram. Amma jurnalistika sahəsində bir neçə fərqli redaksiyada işləməyim mənim elə bil ki, müxtəlif spektrlarda puxtələşməyimə səbəb oldu. Məsələn, mən İncəsənət redaksiyasında işə başladım, ştatdan kənar müxbir kimi. Sonra bir neçə il ədəbiyyat redaksiyasında işlədim Respublika Radiosunun. Sonra 95-ci ildən Ulu Öndər Azərbaycanın prezidenti seçiləndən bizim elə bil ki, xarici siyasətimizdə necə bir nizam yarandı, necə bir proqramlaşdırılma
artıq meydana gəldi. Eləcə də xarici verilişlər sistemini bu adam diqqətə götürdü və biz onda xarici verilişlər studiyası adlanırdıq. Bir gün bizə məlum oldu, dedilər ki, biz artıq beynəlxalq radio adlanırıq və beynəlxalq status qazandıq. Bunu Ulu Öndər Heydər Əliyev elədi. Və orada böyük bir kadr dəyişiklikləri həyata keçirdilər. Çünki müəyyən səhvlərə, müstəqilliyin ilk illərində müəyyən səhvlərə yol verilirdi. Xarici verilişlərdə, xüsusilə İrana verilən verilişlərdə müəyyən narahatçılıqlar var idi. Planlaşdırılmamış sözlər, biraz populist çıxışlar özünü göstərirdi və bunlar əlbəttə arzu olunan deyildi. Bu professional diplomatiyanın yolu deyil. Bunları da Heydər Əliyev bilirdi. Ona görə göstəriş vermişdi ki, orada kadrlar yenilənsin və daha ümidli insanlar və daha gənc qüvvələr orada təmsil olunsun. Və mən, demək, 95-ci ildə mənim hardasa 32 yaşım vardı. Mənə bir gün dedilər ki, səni xarici verilişlərdə İrana verilən verilişlərin şöbə müdürü təyin eləyirik. Bu mənə biraz çətin gəldi doğrusu. Heç bir şöbə müdürü olmaq da fikrim yox idi. Belə bir anlayışım da yox idi. 32 yaşında. İndi maşallah indi gənclərə daha çox yol var. İndi gənclərə biraz üstünlük verilir. Daha çox qabağa çəkilir. Dövlətimizin gənclər siyasəti var. Ciddi gənclərin irəli çəkilməsi, dövlət strukturlarında təmsil olunması məsələləri var. Amma siz təsəvvür edin, o dövrdən danışıram. Mən Sovetlərin quruluşundan çıxmış bir dövr üçün 32 yaşında adamın şöbə müdürü olmağı onda biraz iri görünürdü. Mən ölənlərimizə rəhmətli atama dedim ki, bəs məni xarici verilişlərə şöbə müdürü keçirirlər. O mənə bir söz dedi. Dedi ki, abala, istedad başqa şeydir, idarəçilik başqa şeydir. Sən gedib orada bir balaca da olsa bir rəhbərlik öyrənəcəksən. Yəni bir idarə etmə keyfiyyəti qazanacaqsan. Niyə də yox? Və mən onda razılıq verdim ki, xarici verilişlərdə işləyim və beləlik mənim jurnalistika fəaliyyətimin ikinci və hətta deyərdim üçüncü, yəni incəsənətdən ədəbiyyata keçdim, ədəbiyyatdan sırf siyasətə keçdim. Təsəvvür edin ki, beynəlxalq radionun jurnalistika təhsili olan insan, redaktor işləyən, şöbə müdürü, baş redaktor işləyən insan mütləq siyasi jurnalistika ilə məşğul olur. Bax, mən ora gedəndə 1-2 şöbə var idi. İctimai-siyasi şöbə, verilişlər şöbəsi və ədəbiyyat və incəsənət şöbəsi. Mən getmişdim oraya incəsənət şöbəsinin müdiri kimi. Amma sonradan o şöbələri də birləşdirdilər və mən indi oldum həm ədəbiyyat və incəsənət adamı, həm də oldum sırf siyasət adamı. Və ta 95-ci ildən bu ilə qədər çox qəribədir, 30 il eləyir. Bu nə yuvarlaqda rəqəm oldu. Mən ilk dəfə sizlə söhbətdə bunun fərqinə vardım ki, bu il 30 ildir ki, mən siyasi jurnalistika ilə məşğul oluram. Və bu mənim həyatımda xeyli dərəcədə bir həm inkişaf oldu, həm yeni bir istiqamət oldu. Və mən orada işləyə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin doktorantı oldum, dissertantı oldum və Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu adlı bir elmi dissertasiya yazdım. Demək, 2010-cu ildə onu müdafiə elədim və fəlsəfə doktoru adını aldım. Və mən oradan iş götürəndə, elmi iş götürəndə 2006-cı il idi. 2006-cı ildə mən elmi iş götürdüm, əsas istiqamətlərimi, planımı təqdim elədim və Allah ona qəni-qəni rəhmət eləsin, Yalçın Əlizadə, əməkdar jurnalist, professor, Jurnalistika Fakültəsinin dekanı işləyirdi. Mənə dedi ki, Nativan, sən niyə də dərs deməyəsən? Çünki dedi, bizə belə kadrlar lazımdır. Bizdə dedi, Jurnalistika Fakültəsində kifayət qədər müəllimlər var, elmi dərəcəsi var, amma onların bir gündə praktikası yoxdur. Məsələn, adam elmlər namizədi, elmlər doktorudur, professordur məsələn, amma heç həyatında bir ayda jurnalist işləməyib.
Ona etirazımız yoxdur, nəzəriyyəni bilir. Amma sən həm də praktikanı bilirsən. Praktika çox mühümdür jurnalistikada və o mənə orada saat hesabı dərs verdi. Əvvəlcə praktik dərslər aparırdım. Sonra artıq mən dissertasiya yazdım, müdafiə eləyəndən sonra keçdim artıq nəzəri dərslər və mühüm fənləri tədris eləməyə. Ta 2006-cı ilin sonlarından bu günə qədər mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində saat hesabı müəllim kimi fəaliyyət göstərirəm. ASTV-də işimlə paralel olaraq. Və mənim üçün çox önəmli bir hadisə də bir neçə il sonra oldu. 2009-cu ildə səhv eləmirəm, yoxsa 2007-ci ildə mən indi çox üzr istəyirəm, dəqiq tarixi yadımda deyil. Dövlət İmtahan Mərkəzinə dəvət olundum, jurnalist ixtisası üzrə ekspert kimi. Orada da o ekspert işimdə çox uğurlu alındı. Hətta ekspertlərin 2 dəfə imtahanı oldu. Bu imtahanlarda mən çox müvəffəqiyyətlə keçdiyimə görə elə orada daimi ekspert kimi qaldım. Və beləliklə elə bil ki, mən həm jurnalistikada, həm yazıçılıqda, həm elmi pedaqoji fəaliyyətdə bulunmalı oldum, necə deyərlər. Amma hərdən jurnalistlər adətən mənə bu sualı verirlər, çünki mənim 2 gözəl evladım da var və onların da balaları var, 2 evladım, 4 nəvəm var və onlar bilirsiniz, onlar da bir yaradıcılıq və həyatın böyük bir hissəsi deməkdir. Onlar həyatın çox böyük bir hissəsi deməkdir. Yəni bu qədər elmi yaradıcılıqla, publisistik fəaliyyətlə, yazıçılıqla məşğul olmaqla bərabər, hətta mən bəzi verilişlərdə ekspert qismində iştirak eləyirəm, həm siyasi verilişlərdə, həm sosial layihələrdə və bunların hamısını çatdırmaq əlbəttə çox böyük bir, necə deyim, enerji istəyir və eyni zamanda görünür həm də həyat eşqi istəyir ki, yəni bütün bu əziyyətlərə dözmək, bunların hamısını paralel şəkildə aparmaq əlbəttə çətindir. Demirəm, asandır. Ancaq mən bütün bu yolda ailəmə və dövlətimə minnətdaram. Dövlətim mənə bu şəraiti yaradıb, ailəm də mənim bu işdə dəstəyim olub ki, mən bu şeyləri realizə eləyə bilirəm. Daha doğrusu özümün potensial enerjimi xərcləyə bilirəm, sərgiləyə bilirəm, ictimailəşdirə bilirəm, paylaşa bilirəm. Bunlar çox gözəl bir şeylərdir və hər yerdə hər kəsə nəsib olan deyil. Sanki bunlar mənim üzərimə bir missiya kimi qoyulub. Bədii yaradıcılıqda da belədir. Bəzən, məsələn, mən o qədər ağır bir mövzulara, necə deyərlər, çiyin verirəm ki, mən yəni onu yazmaya da bilərəm. Daha populyarlıq gətirən, daha bir melodrama məsələn yaza bilərəm və yaxud da ki, daha məişət zəminində, məsələn, tutaq ki, sevgi oyunları, olayları olan bir mövzularla da yazıcı olmaq mümkündür və eyni qədər belə yazıçılar var. Amma mən məsələn tutaq ki, mən 3 nöqtə povestini yazanda onun içərisində həm də 20 yanvar hadisələri var. Çox dəhşətli dərəcədə 20 yanvar hadisələri var. Amma mən ilk dəfə sizin verilişinizdə deyəcəm bunun kod açarını. 3 nöqtə povestini 90-cı ildə mən onu yazmağa başladım. 93-cü il ortalarında mən o əsəri bitirdim. Və o əsərdə 20 yanvar hadisələri də var, çox açıq şəkildə. Şübhəsiz ki, o 20 yanvara həsr olunmuş əsərdir demək olmaz ona. O sırf psixoloji, sırf demək belə alt qatında çoxlu mənalar və sirlər gizlənən bir əsərdir. Tam psixoloji səpkidə yazılmış bir povestdir. Amma onun içərisində həm də 20 yanvar hadisəsi var.
20 yanvar hadisəsində mən onu elə bir ki, məndə bir işləmə texnikası var. Bir də görürsən ki, əsərin sonunu yazıb qoyuram. Əsərin bir əvvəlini yazmışam. Bir də bir səhifə, 2 səhifə bir son yazıram. Və mən o əsəri yazanda 20 yanvar hadisələrinin tam o bizim ictimai sarsıntı yaratdığı bir dövrdə mən onu yazmışdım. Və sonunu da yazdım. Baxmayaraq ki, sonra sujet qəsdi inkişaf eləyir, hadisələr gəlir, dolğunlaşır, obrazlar formalaşır. Mən onu 90-92-ci illərdə yazmışam. O 93-dən sonra özü çap olunub ancaq. İndi sizi inandırıram ki, onun sonu bilirsiniz necə qurtarır. Deyir ki, ocaq yandırmışdılar və ocağın ətrafında oturmuşdular. Sizin yanınıza gəlirsə, biz Milli Azadlıq Hərəkatı baş verəndə 20 yanvar hadisələrinə etiraz olanda insanlar hətta evlərinə getmirdilər, küçədə ocaq qalayırdılar, yanında otururdular, səhərə qədər etiraz aksiyası keçirirdilər. Mən dedim ki, ocaqlar yanmışdı, yəni bir neçə ocaqdan orada söhbət gedir. Ocaqları söndürmüşdülər. Amma ocağın altında, ocaqları söndürmüşdülər, amma külün altında köz qalmışdı. Külək vurduqca o köz közərirdi. Yəni bu çox təhlükəli bir şeydir. Bura neft ölkəsidir axı. Və onu mən yazanda heç kəs bilmirdi ki, mən orada nəyi nəzərdə tuturam. Heç vaxt da bu haqda, bax, mənim bütün müsahibələrimi, televiziya üçün, mətbuat üçün müsahibələrimi oxuya bilərsiniz. Mən bunu heç vaxt deməmişəm, ilk dəfə sizin verilişdə deyirəm. O həmin o köz idi ki, külün altını bizi ocaq kimi söndürdülər, amma külün altında köz kimi qaldıq. Bakının küləyi vurduqca o köz közərdi və müsibət bir yanğın gözlənilir. Bura neft ölkəsidir axı. Və həqiqətən elə oldu. 20 yanvar hadisələrindən sonra böyük imperiya çökdü. Sovetlər süqut etdi. Həmin yanğın idi. Onlar necə ki, məsələn, tutaq ki, Ağa Məhəmməd Şah Qacar başını Qarabağda qoydu. Eləcə də Sovet İttifaqı başını 20 yanvarda öz süqutunu, öz başının qətl hökmünü burada vermiş oldu. Sovet İttifaqının mifi Bakıda dağıldı. Və mən onu 3 nöqtə əsərində vermişəm ki, ocağı söndürdülər, amma külü qaldı. Küləh vurduqca o kül közərir, o köz közərir. Müsibət bir yanğın bürüyər dünyanı. Axı bura neft ölkəsidir. Və həqiqətən də mənim o yazıcı təhdəl şuurum öz nəticəsini verdi. El oldu. Mənim əsərim çapdan çıxana qədər Sovetlər artıq çökmüşdü. Təsəvvür edirsinizmi? Mən bunun üçün ancaq Tanrıma minnətdaram ki, necə oldu mən bunu necə mən təxmin eləmişəm və bu da necə düz çıxdı. Sonra mən səbət əsərini işlədim, səbət povestini işlədim və orada səbət simvolikadır. Səbət simvoldur. Səbət orada məsələn bir tələbənin öz müəlliminə bir səbətdə apardığı rüşvətdir. Yəni o Sovetlərin elə bir pis bir tendensiyası da vardı. O dövrlərdə rayon uşaqlarından onu bəzən istəyirdilər. Onun əzabı bir tələbənin timsalında mən onu vermişəm. Səbət orada çox gözəl bir qadını, bir iş adamı, pulu olan, hökmü olan, belə necə deyim, həyatda mövqeyini tutmuş bir adam, bir
qızdan xoşu gəlir və ona sənin evində kişi xeylağı yoxdur, səbət-səpət ona bir neçə dəfə bazarlıq eləyir, göndərir və axırda orada əsərdə də var, deyir ki, sən mənim evimə səbətlə daxil oldun. Əvvəl o səbətlər gəldi, sonra sən gəldin və sən mənim həyatımı məhv etdin. Sənin yəni ailən var, uşaqların var və bir gün sən çıxıb gedəcəksən. Ona deyir ki, sən mənim ölümün də üstünə gələ bilməyəcəksən. Ona görə ki, sənin öz həyatın var. Ona görə də sən çıx get, mən öz həyatımı qurmaq istəyirəm. Belə bir obraz var orada. Və orada bir qaçqın qoca var. Qarı, qaçqın qarı. Metroda onu təsvir olunur əsərdə və qarı hər gün bir səbəti doldurur, gedir vağzal bazarında onu satır. Konfet satır, saqqız satır, banka qapağı satır, nəyə gücüdsə bir qarı qoluna keçirdiyi səbətin içinə nə yığa bilərsə onları satır. Və metroda bu bir dəfə həmin qızla təsadüfən də, qız da sərnişində, bu da sərnişində, deyir, ay nənə, nəyə ki səbətin var sənin? Neynirsən, deyir, bunun içində, deyir, mən bunun içində ömrümü, günümü daşıyıram. Bir qaçqın qarı Bakıda neynəsin, nə iş görsün, aparır xırım-xırt, heç olmasa gündə 1 manat, 2 manat pul qazanır ki, kimsəyə yük olmasın. Demək, bir səbət bir qarının həyatında bax o mahiyyəti daşıyır. Və belə əsərdə səbət simvolikası əslində insanların, müxtəlif cür insanların bir həmin bu işgüzar adamın, o əsərin əsas surətlərindən biri işgüzar adamdır. Həmin bu işgüzar adamın sürücüsü var. Bu sürücü də hər dəfə xazeyinin evinə gedən o dolu səbətləri görür və həyatı boyu həsəd aparır ki, nə ola bir gün bunun da evinə bir səbət bazarlıq gələ. Və bir gün təsəvvür eləyin ki, bu qız o kişidən canını qurtarmaq üçün və onu bütün həyatından silib atmaq üçün onu çalışır, həyatından silir və o səbəti də götürür qonşuya verir. Bu, həmin bu sürücünün xanımı, sürücünün özü, bunun oğlu gedir Beyləqana əskərliyə və deyir ki, həmin bu qız da, gözəlimdir onun obrazının adı, səbəti verir o qonşuya ki, bu oğlunun yanına gedəndə, sovqat aparanda rahat aparsın və deyir, elə onu həmişəlik sənə verirəm, işlədərsən. Və qadın çox sevinir, ərinə deyir ki, gəl gedək biz də bir gün bir dolu səbət bazarlıq eləyək. Bu adi bir həyat lövhəsidir. Amma bu onu göstərir ki, bir səbət bazarlıq üçün həyatının ən böyük mənası hesab eləyəcək adamlar da var. Səbət-səbət zibil atan adamlar var, səbət-səbət ərzaqı xarab eləyib atan adamlar var. Artıqdır onda. Amma bir səbət ərzaq üçün əli göylərə uzalı qalan adamlar da var. Yəni o da bir obraz kimi gəlir və axırda səbət dünyanı simvolizə eləyir. Burada əsərdə bir yer var ki, yer göydən asılmış səbətdir və dünya bir səbətdir, göydən asılıb, insanlar bunun içində tüynüyürlər, insanlar bunun içində vurnuxurlar, insanlar bunun içində xırda dərtlərindən böyüdüb böyük dərtlər düzəldirlər və belə bir fəlsəfi fikirlərlə əsər başa çatır. Və bu iki əsər mənim üçün çox böyük uğur gətirdi. Ən azı sizə maraqlı bir şey deyəcəm. İstəsəniz efirə verməyə bilərsiniz, istəsəniz verə bilərsiniz. Demək, 98-ci il, 99-cu ilin ərəfəsi idi. Yoxsa 99-cu il olmuşdu mu? Yazıcılar İttifaqından mənə bir-iki dəfə dedilər ki, Natavan, sənin üçün nəsə yaxşı bir şey olacaq. Nəsə yaxşı bir şey olacaq. Dedim ki, nə olub? Dedilər ki, bəs bu Azərbaycan jurnalı, Ulduz jurnalı, Qobustan jurnalı və ədəbiyyat
qəzeti, Anar müəllim gedib Heydər Əliyevin qəbuluna deyib ki, bəs bu ədəbi orqanlar, bunlar məhv olub gedirlər, amma bunlar Azərbaycanın mədəniyyətidir, Azərbaycanın ədəbiyyatıdır, biz bunları saxlaya bilmirik, bazar iqtisadiyyatından bunlar işləyə bilmirlər. Biz məhv oluruq da, neyniyək, bunlar olmayandan sonra biz nə ilə özümüzü ifadə eləyəcəyik? O da deyib ki, mən bir fikirləşərəm. İndi bu bəlkə də bir ağız söhbətidir, amma hər halda bizə gəlib çıxan söhbət budur ki, və o vaxtı demək humanitar şöbənin müdürünü çağırıb, bir nəfər xanım idi o da, və çağırıb ona deyib ki, mənə son bir 3 ilin heç olmasa ədəbi orqanlarını yığ, gətir, görün bir ədəbiyyat varmı, əsər varmı, yazanlar varmı ki, bunlara biz nəsə eləyək də, baxaq, görək nədir burada vəziyyət. Axı, həmin ərəfələrdə o həm də Moskvada işləyirdi və Moskvada yaşayırdı, Azərbaycandan da xeyli uzaqlaşmışdı. Və deyilənə görə ona Azərbaycan jurnalını, Ulduz jurnalını, Qobustan jurnalını və Ədəbiyyat qəzetini aparıblar. Əlbəttə, o böyük mütaliəsi olan bir şəxsiyyət idi. Və vədələşdikləri kimi bir neçə aydan sonra bu demək Yazıçılar İttifaqının rəhbərini yenidən qəbul eləyir və mənə dedilər ki, orada deyib ki, yox, mən oxudum, çox maraqlı imzalar var, çox maraqlı əsərlər var, mən rast gəldim. Və indi mənə deyilən sirli məsələlərdən biri, o dediyi adlardan 2-3 əsər çəkibsə, 2-3 ad deyibsə, onun içində nə xoşbəxtdir ki, mənim də adım olub. Və sonradan o hər 3 jurnalı, bir qəzeti, 4 mətbu orqan, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarını dövlət hesabına keçirtdi, ona dotasiya verdi, maliyyə verdi, onların dövrü olaraq çıxmağını təmin elədi. Eyni zamanda 98-ci ildə ilk dəfə gənc yazıçılara 6 aylıq təqaüd təyin olundu. Onun ardınca o 99-cu ildə biz ilk dəfə 1 illik alanlar biz olduq. Demək, bizdən əvvəl bir komanda almışdı, onlar 6 ay almışdılar. Amma biz, demək, 99-cu ildə 1 illik bizə təyin elədilər və mən təsəvvür eləyin ki, yeganə mən o təyinatı gördüm ki, mən heç kəsdən xahiş eləməmişdim, mən heç kəsdən istəməmişdim, heç bir adam tapmadım ki, ona bir hədiyyə verəm ki, sağ ol ki, məndə bu siyahıda mənim də adım var idi. Çünki elə günün birində mənə dedilər ki, sən gəlməlisən Yazıçılar İttifaqına, burada qol çəkməlisən ki, sənə pul veriləcək. Təsəvvür edirsiniz. Və mən o 2 əsərin elə haqqını almış hesab olundum. Bu da nəyə görə haqqını almış deyirəm. O vaxtı pulları çox təəssüf gün üstündəki işarələrlə adlandırırdılar. Məmməd Əmin deyirdilər, Şirvan deyirdilər. 100 Şirvan alırdım mən ayda. Bu, o vaxtki pulla 1 milyon manat idi. Şəmsdan Nəzirli, hərbi jurnalist, bir gün mənə zəng elədi, bu siyahat çıxandan sonra və deyəndən sonra. Bizdən əvvəlkilər 50 şirvan alırdılar, 98-ci ildə alanlar. Amma bizdə bunu 100 şirvan elədilər və mənə dedi ki, təbrik eləyirəm, axır bizdən də 1 milyonçu oldu. İndi sən hər ay 1 milyon pul alacaqsan. Həqiqətən də mən bir ay heç əl dəyməmiş bir paçka 100 manat alırdım. Yəni 1 milyon manat deyilirdi də, pul dəyişmişdi deyənə, elə deyilirdi. Əslində 100 min manat idi, amma onu 1 milyon manat deyilirdi. Və mənim həyatımda o xeyli dərəcədə mənim problemlərimi həll elədi. Necə həll elədi? Mən ailə quranda, ailə qurduğum adamın evi yox idi. Və ona görə mənə veriləcək cihizin zəruri hissəsini verdilər, qalan hissəsinin pulunu verdilər. Ki, oğlan ev alanda sən də mebel alarsan, oğlan ev alanda sən də lüstür alarsan. Atam dedi, mənim anam mən 12 yaşında olanda rəhmətə gedib. Məni atam saxlayıb və evlənməyib. Biz 6 bacı olmuşuq.
anam rəhmətə gedəndə onun 37 yaşı var idi, anamın. Allah rəhmət. Hə, ölənlər bizə rəhmət. Demək, atam bu 6 qız gələr kimsə bunları ya incidər, ya küstürər, ya bunları qoymaz oxumağa, tezərə verər deyə narahat olub və bizi ta böyüdənə qədər, evləndirənə qədər, oxudana qədər, evləndirənə qədər o ailə həyatı qurmadı. Ondan sonra da ona gec oldu, ailə həyatı qurmadı. Sonra biz bir istədik ki, kimisə gətirək filan, o da o bir nəticə vermədi. Yəni beləliklə atam bütün həyatını bizə həsr eləmiş oldu. Natəvan xanım, çox maraqlı idi sizin söhbətiniz. Çox maraqlı idi. Elə hər insanın ömrü bir kitabdır. Hər insanın ömrü bir kitabdır. Bu kitabı oxuyanlar lazımdır. Bugün gözəl bir gündür. Bəlkə də sizin ömür kitabınıza yazılan ən gözəl səhifələr idi bugün. Biz birlikdə yaşadıq. O yaşantıların mən də şahidi oldum. Sizin həyat yoldaşınız, evlatlarınız, hətta mənlə dost oldu Nəvaz, Rəsul da o tədbirdə iştirak elədi. Əzizim aya dəyər, qaşım minaya dəyər, il var bir günə dəyməz, gün var minaya dəyər. Min aya, min günə dəyəsi günü yaşadıq bugün. Orada çox Respublikamızın tanınmış adamları iştirak eləyirdi. Bu kitab təqdimatı deyildi. Bu elmi sessiya idi, elmi müzakirəsi idi. Bir kitabın əks-sədası idi. O kitabın insanlara təsiri idi ki, onlar hamısı o tədbirdə gözəl şəkildə iştirak elədilər. 2 saatdan artıq çox maraqlı bir görüşün iştirakçısı olduq. Televiziyalardan da gəlmişdilər. Elə biz də xəbərlər proqramı üçün də çəkdik. Çox maraqlı idi. Maraqlı idi. Çünki qəlbdən çıxan qəlbə girər. Bu kitab sizin bəlkə də yaradıcılığınızın ən möhtəşəm, ən gözəl bir səhifələri idi ki, bugün siz, mən hiss elədim ki, o tədbirdə necə gözəl əyləşdiniz, elə ailə üzvləriniz də, hamı sevinirdi bugün. O sevincdən bizə də pay düşdü. Biz də istədik ki, sizin sevincinizə qoşulaq, sizlə bərabər sevinək. Hələ mən bu kitabı elə bugün gördüm. Oradakı elmi müzakirələrdən mənə aydın oldu ki, kitabda söhbət nədən gedir? Elə yaxşı olar ki, siz özünüz məlumat verərdiniz kitab haqqında, onun yaranması haqqında. Bəli, demək, bu kitabın ilk hissəsi, yəni Açar romanından bir parça 2013-cü ildə Ədəbiyyat qəzetində çıxıb. 2013-cü ildə demək mənim 50 illik yubileyim oldu Rəşid Behbudov adına mahnı teatrında. Bu Mədəniyyət Nazirliyinin xeyir duasından və Yazıçılar İttifaqının rəsmi məktubu əsasında Rəşid Behbudov adına mahnı teatrı bir günlük səhnəsini mənə verdi və orada mənim yaradıcılıq günüm keçirildi. Və dedilər ki, bu yaradıcılıq günündən də elə bir neçə gün qabaq mənim Ədəbiyyat qəzetində Yazıçılar İttifaqının mənə bir 50 illik təbrik mətni, hörmətli Anar müəllimin imzasından demək, bir məktub göndərdilər Ədəbiyyat qəzetinə ki, mənim 50 illiyimi Yazıçılar İttifaqı təbrik eləyir. Və qəzetdən dedilər ki, siz yeni, heç harda çap olunmamış bir əsər göndərməlisiniz. Ya bir hekayə olsun, ya bir esse olsun, ya istənilən bir əsərdən bir parça olsun. Mən də bu Açar romanını artıq ilk səhifələrini, artıq ilk hissələrini yazırdım. Mən bilmirdim bu formalaşıb gəlib belə bir kitab olacaq. Amma hər halda bunun ilk hissələrini, ilk parçalarını mən yazırdım və bunu sir saxlamaq istəyirdim. İstəyirdim ki, mən bilirdim ki, orada mən elə mətləblər qoyacam, elə rəmzlər, elə kod açarları qoyacam ki, onu istəmərəm kimsə məndən əvvəl
ifadə etsin. Çünki o artıq mənim duyduqlarım, mənim gördüklərim, mənim kosmosdan aldığım enerji və həyatda müşahidə elədiyim məsələlər bu məndə toplaşıb və mən istəyirdim ki, bunu mən ifadə eləyəm. Ona görə də bu əsəri tamamlayıb çap eləyənə qədər məxfi saxlamaq fikrim var idi. Amma Ədəbiyyat qəzeti çox təkid elədi ki, müəllifə deyin ki, nəsə bir yazı göndərsin. Qəzetin təkidinə görə mən romanın ilk parçasını 2013-cü ilin noyabr ayının nömrələrindən birində verməyə məcbur oldum. Və beləliklə bu roman elə bir dünyaya göz açdı. Artıq bu ictimailəşdi, yazıldı ki, Açar romanından parça. Ondan sonra mən mərhələlərlə bu roman üzərində işlədim və işlədikcə sağ olsun Ədəbiyyat qəzetinin baş redaktoru da ki, arada bir, hərdən hamı soruşurdu ki, o romanda o parçanın üçün oxumuşam, hələ beynimdən çıxmır. Bəs nə oldu o roman? Elə roman nə oldu deyən kimi bir parça verirdim, çap olunurdu. Müəyyən fasilələrlə, müəyyən müddətlərlə. Elə oldu ki, mən bu romandan bir neçə dəfə, haradasa bir 10 parça bəlkə Ədəbiyyat qəzetində çap olunub. Bir dəfə İntiqam Qasımzadə, Azərbaycan jurnalının baş redaktoru, zarafatla mənə dedi ki, Natəvan, sən bizim müəllifsən, ha? Yəni fikrin ayrı yerə getməsin, roman hazır olan kimi bizə gətirirsən. Bu mənə o qədər xoş gəldi ki, və mən bunu elə yadımda saxladım və daha az başladım romandan parça çap elətməyə. Fikirləşdim ki, daha onda tez-tez elə intensiv eləmədim. 100-də bir dəfə çox zəruri olan və yaxud da ki, çox sağ olsun Azər Turan baş redaktor seçiləndə mənə dedi ki, Natəvan, gözlədiyimiz imzadır. Nə vaxt sən istəsən, romandan parça göndər, biz çap eləyək. Və mən beləliklə bu romanı işlədim. Amma bu roman o qədər ağır gedirdi ki, həm mənim bütün mənəvi dünyamı, yaradıcılığımı, o bütün elə bir sorub aparırdı. Amma hasilə də gəlmirdi. Və biz təsəvvür eləyin, 20% torpaqlarımızı itirmişik, 1 milyon qaçqın var. Əvvəl Ulu Öndər Heydər Əliyev diplomatik danışıqlara gedir. Təsəvvür eləyin ki, atəşkəs var, amma biz məğlub durub da atəşkəsə getmişik. İndi mən romanı tamamlamalıyam. Amma mən romanı necə bir qələbə romanı eləyə bilərəm? Bəs necə məğlubiyyət romanı eləyə bilərəm? 20% torpağımız əldən gedib, 1 milyon qaçqınımız var. Faktiki ərazilərimiz əldən gedib, onları da geri ala bilmirik. Və diplomatik cəbhədə də biz haqq səsimizi dünyaya duyura bilmirik. Duymaq istəmirlər. Necə sən qanmayım, atan yansın prinsipindən elə bil ki, o bizim ata sözümüz var, dədə sözümüz var. Onun kimi bir şey, dünya görməzdən gəlir bütün hadisələri. Amma mən də roman işləyirəm və bu romanın içərisində böyük bir müharibə səhnələri var, böyük bir müharibə var. Bizim haqq savaşımız var, bizim qaçqınlığımız var. Orada bir qaçqın qoca var, əsər onunla başlayır. Qaçqın qoca, onunla başlamır, amma ilk epizodlardan biridir. Təsəvvür eləyin ki, bəs bunu mən necə qalibiyyət romanı eləyim? Mən indi necə qalib eləyim qəhrəmanımı? Mənə çox çətindir, variantlar axtarıram, düşünürəm. Mən ümumiyyətlə əsərdə pozitiv enerjiyə... Elə bəlkə də əsərin adı da ona görə açar olur. Ona görə açardı. Mən o açarı axtarıram. Mən o açarı axtarıram. Amma burada həm açar... Qarabağın işğalı var, həm faciələr var yaşanmış, həm də qələbə yəqin ki. Həm də zəfər var. Həm də zəfər var. Və mən həmin açarı axtara-axtara sonra gördüm ki, qaçqın qocanın açarını verdim. O açarları üçün o yurtlarından gələndə, evindən qaçqın düşəndə axırıncı dəfə evinin, töyləsinin, darvazasının qapısını bağlayıb açarını özünlə gətirmişdi. Onun açarını verdim. Şəhid oğlu elə bil oğluna bəy otağı bəzəyib, nişan xonçası bəzəmiş ananın oğlu gedib şəhid olub və ana oğlun bəy otağının qapısını bağlayıb açarını qoynunda gəzdirir. O açarı verdim.
Bayaq Təsəvvür sizin təqdimatda bir nəfər bizim dostumuz var idi. Mühəndis, elektrik mühəndisidir. Biz ondan da veriliş hazırlamışıq. Arif Süleymanov. Bəli. Bax, o verilişdə də mən belə qeyd elədim ki, Ziya Bünyadov deyirdi ki, yurdun tarixini yurda doğulan insanlar, tarixçilər ümumi Azərbaycanın tarixini yazır. Amma o bizim ki, bölgələrimiz var, Qarabağda olan rayonlarımız, şəhərlərimiz var. O tarixçilərin yox, sizi kimi yazarların öhdəsinə düşür və Başlıbel faciəsi də biz efirdə də tamaşaçılarımız da tanış oldu. Başlıbel adlı bir yerlə, o yerin faciəsi ilə. Çox gözəl. Mən də orada çıxış eləmişdim. Və bu gündə biz daha yeni bir səhnələrlə tanış olduq. O yurdun qəhrəmanları ilə, o yurdun əzab insanların keçdiyi əzabla, sevinclə, fərəhlə tanış olduq. Mən əminəm ki, sizin yaradıcılığınızda ən uğurlu bugünkü bu kitabın təqdimatı idi. Bəli, bəli. Və mən sizə deyim ki, sonradan elə bil ki, Azərbaycanın Ali Baş Komandanının bütün diplomatik danışıqların sonunda, bütün siyasi diplomatiyasının nəticəsində ona nail oldu ki, o artıq, o deyir, son damla bardaq daşırır. Artıq Qarabağ Ermənistandır nöqtə deməyi bardağı daşıran son damla oldu. Və Azərbaycan prezidenti dedi ki, Qarabağ Azərbaycandır, nida. Və beləliklə biz əks hücum əmrini aldı bütün xalqımız, o qismən səfərbərlik elan elədi, o burada öz əksini tapıb, Ali Baş Komandanın həmin əmri, ona insanların ona reaksiyası, ona qarşılıq verməsi və beləliklə ildırım sürətli, bəlkə də tarixin gözü görmədiyi 44 günə müharibə olarmı? Dünyanı heyrətləndirən 44 günə zəfər olarmı? Və oldu. Və elə bil ki, bəlkə mən bu dünyada yox, o dünyada da öz Ali Baş Komandanıma minnətdar olacağım ki, o mənlə bərabər bu əsəri yazdı. Təsəvvür eləyin ki, o necə əmrlər verdi, necə bir taktika, necə bir strategiya, necə bir diplomatiya ortaya qoydusa, biz 44 günün içində gözümüzü açıb yumanacan qalib olduq, zəfər çaldıq. Və mən çox böyük sürətlə romanı tamamladım. Natavan xanım, mən əminəm ki, bu yazılan kitablar, son dövrlər biz şahidi oluruq belə kitab təqdimatlarının. Bu kitablar gələcəkdə, əsrlər gələcək, nəsillər gələcək, tarixçilər üçün, ədəbiyyatçılarımız üçün, araşdırmaçılarımız üçün çox qiymətli bir mənbə olacaq. Tamamilə doğrudur, çünki bu həmi bədii əsərdir, sırf bədii əsərdir, amma böyük tarixi yatırı var. Hörmətli tamaşaçılar, çox maraqlı bir qonağımız var idi. Natavan xanım, çox minnətdaram. Təşəkkür edirəm, mən təşəkkür edirəm. Bugün elə səhərdən yorğun idik hər birimiz, amma çox gözəl bir gün yaşadıq. Həm kitabın təqdimatı oldu, həm Respublikamızın müxtəlif ziyalıları ilə, elm adamları ilə, yazıçılarla, şairlərlə Türkiyədən də qonağımız var idi. Elə tədbiri də Misir Mərdanov çox gözəl idarə elədi. Yüksək səviyyədə. Çox yüksək səviyyədə. Sağ olun, bütün bunlar üçün sizə minnətdarıq. Mən sizə minnətdaram. Hörmətli tamaşaçılarımız, bir verilişimizdə burada sona çatdı. Növbəti verilişlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.